vəzifəyə bəzi hallarda təyin olmaq üçün insanlardan rüşvət tələb edir. Pul verib vəzifəyə gələn adam nə edəcək ilk növbədə? Çalışacaq ki, o pulun əvəzini çıxsın. Hardan bunu çıxacaq? Ya hardansa dövlət malını uğrayacaq, ya da ki, insanlardan pul tələb edir. Ona görə bundan sonra bu ünsürlərə qarşı mübarizə daha ciddi aparılmalıdır. Bir də demək istəyirəm ki, məsuliyyətdən heç kim boyun qaçırmayacaq. Heç kim qanundan üstün deyil. Və əgər kimsə fikirləşir ki, yüksək vəzifəli dostları onlara kömək edəcəklər, səhv. Korrupsiya və korrupsionerlərə qarşı amansız mübarizə aparılacaq. Həqiqəm, deyir, avazın yaxşı gəlir, oxuduğun Quran olsa. Vallahi sən dediklər, bu adam qulaq asanda belə həqiqətən sizə yazığım gəlir, həqiqətən. Çünki əgər bir ölkənin ki prezidenti özünün sərəncam verdikləri məmurların iç üzlərini açıb onlarla mübarizə apara bilmirsə, mən nə deyim də, əgər sənin o məmurların rüşvət verib o işə girməsəydi, sən də onlara o sərəncamlarını verməsəydin, nə bir dənə icra başçısı, nə bir dənə hakim, nə bir dənə nazir qələt eləyərdi, əcdadlarının ağzı ilə insanları bu cür əziyyət verməzdilər. Və nə danışırsınız siz? Və bunlar pul verib, o vəzifədə oturmasaydılar. Mən başa düşə bilmirəm ki, və sərəncam verəndə siz baxıb görmürsünüz ki, bu sərəncam verdiğiniz adamlar kimdir? Bunların öz keçmişlərini niyə araşdırmırsan? Niyə bilmirsən ki, sən özün deyirsən, mən hər şeyi yaxşı bilirəm. Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Mən belə, mən elə, heç nəyə deyir, əgər hər şeyi yaxşı bilirsənsə, mən deyirəm ki, onda cənab prezident rüşvəti alan sənsən də, sən ki yaxşı bilirsən hər şeyi. Əgər bilmirsənsə, o rüşvət alan köpək oğlu gətirib sənin qabağı o sərəncamı qoyanda, onda deginən ki, dəfol get ginən, axmağın biri axmaq. Sən filan kəsin oğlu bilmirsən ki, axmağın biridir, onu vəzifəyə qoyaq. Ya filan kəs az yedi, filan rayonda, indi o biri rayona göndərək, pis günə qoysun. Cənab prezident, sən neynirsən? Sən oturmuşsan, deyirsən qanunçuluq. Qanun onu göstərir ki, bir ailədən 7-8 adamın vəzifəsi olmalıdır, amma o bir ailələr iş tapa bilməməlidir. Hansı qanunçuluqdan danışırsan? Niyə görə sənin uşaqların hamısından 1-2 dənə vəzifələri var, yoldaşın 5-6 vəzifəsi var, amma ki, sən oturmuşsan cəmaata deyirsən ki, mən belə, mən elə. Mən həqiqətən sizin prezidentliyinizi bəyənmirəm. Bəyənmirəm deyəndə ki, açıq aydın görünür ki, insanlara zülm edirsiniz. Bu qədər olmaz, insanlar yazıqdır. Sizə pislik eləyiblər bu insanlar. Elə, həmişə deyirlər, ay yetim kimi söyərsən, deyir, çörək verəni. İndi sizdə də elədir. Axı, bu ölkənin, bu vətəndaşların çörəyini yeyirsiniz. Niyə görə bu vətəndaşlar əziyyət çəkməlidir? Niyə görə təhsili siz ticarət obyektinə çörmüsünüz? Niyə təhsil müəssisələrində ticarət şeylər olmalıdır, pulla olmalıdır, səhiyyə pulla olmalıdır, az qaza, heç olmasa cəmaata belə əziyyət verməkdənsə, getkidən bir dəfə bu uşaqlara millətə kömək ol da. Deyirsən ki, dəmir yumruq 2 dəqiqədən bir qalxır, hara qalxır o? Millətin başına enmək üçün qalxır da. Sən hansı qaziyə hörmət edirsən, hansı şəhid ailəsinə hörmət edirsən, hansı əlil ailəsinə hörmət edirsən, heç birinə. Elə yalnız özün, ətrafın, hər şeydə olan kimi deyir, mən hər şeyi yaxşı bilirəm. Əgər sən bu icra başçılarını işə düzəldəndə, məmurları işə düzəldəndə, onların sərəncamları imzalamasaydın, onda bunlar belə olmalıdır. Onlar elə-belə gəlirlər. Nə oldu elə milyonerlərin hamısı ağıllıdır, savadlıdır, kasıblar hamısı savadsızdır. Mən başa düşəmirəm, niyə görə indiki vaxtda, heç olmasa atom vaxtında kasıblara da imkan yaranırdı. Sənin vaxtında kasıblar adam yerinə qoyulmur. Ağzı açan kimi deyirlər, işləmək istəyən işləyər, iş tapar. Mən başa düşəmirəm, onu deyəndən soruşmaq istəyirəm. Niyə mənim oğlum, mən, özüm, dostum, qohumum, tanışım gedib fəhli olmalıdır, xeyr ola. Mənim savadım sənin Əli Əsədovun savadından 5 qat artıqdır. Niyə görə Əli Əsədov orada 2 qat əylə otaqlığa girir, sənə nəsə edir, amma mən sənin yanında əyilməyəcəm deyiminə, mən çıxıb ora-bura getməliyəm, vətənimdən didərgin düşməliyəm, xeyr ola.
Sən cənab İlham Əliyev Azərbaycanı məhv eləmisən bir sözlə. Azərbaycanda insanları pis vəziyyətə qoymusan. Heç kimin şikayət vermək hüququ yoxdur. Sən cinayətkarı gətirdin, ali orqanımız olan Konstitusiya Məhkəməsinə hakim qoydun. Sən onu ora hakim qoyanda cəmaata bir daha da sübut elədin ki, Azərbaycanda nə qanun var, nə qayda var. Mən qanunu yazıramsa, mən eləyirəm. Bir günün içində vitse-prezident düzəltdin özünə. Nə bilim, bir günün içində 7 illik prezidentlik elədin. Mən başa hansı qanundan, hansı ədalətdən danışırsan sən? Mən şəxsən özüm sizin nə qanununuza, nə ədalətünüzə, nə də sözünüzə inanıram. Mən hələm görməmişəm ki, bir icra başçısı bir insanla maraqlansın. İcra başçıları özlərini elə aparırlar ki, elə bir günən ki, xandılar, bəydilər, nədirlər. Onların pulu var deyim, adamdılar, pulsuzlar adam döyüb. Və söhbət ondan gedir. Yoxsa ki, rüşvət alırlar. Alacaqlar da özün deyirsən ki, o qədər pul verən adam rüşvət almalıdır da. Pulu kimə verirlər? Sənə. Çünki sən deyirsən, mən demirəm onu, özün deyirsən ki, mən deyir, hər şeyi yaxşı bilirəm, mən belə, mən elə. Bəs bildiyin halda niyə onlara vəzifə verirsən, niyə onları icra başçısı təyin edirsən, niyə onları hakim təyin edirsən? Azərbaycanın əvvəllər vallah gül kimi hakimlərimiz var idi. İndiki hakimlərin hamısı əgər Kənd Təsərrüfatı Nazirini gətirib Ali Məhkəməyə sədr qoyanda, əlbət ki, oradakı hakimlərə də girəvə düşəcək ki, davay, cəmaatın başına oyun açqına. Kimin pulu varsa o pravda, kimin pulu yoxsa o nepravda. Elə çıxır. Ona görə də ki, vallah cənab prezident, mən sizdən həqiqətən çox narazıyam. Xalqım da narazıdır. Prosta qorxularından deyə bilmirlər. Sadəcə bir dənə onu fikirləşin ki, sizin balalarınız kimi millətin də balaları var. Sanki bunları rüşvətlə işə qəbul edəndə bir söz deyirlər. Çalışın insanları özünüzdən asılı vəziyyətə salın, çalışın insanlara zülm edin. Başqa söz deməyiblər bunlara. Çünki hamısı eynidir, elə bir hamısı bir-birinin ağzına tüpürüb. Neysə, heyf Azərbaycandan, Azərbaycan xaraba qaldı.